Hər vaxtınız xeyir əziz izləyicilər. Qısa başlıq ilə yenidən qarşınızdayım. Bugün sizə digər ulduz sistemindən gəlmiş nadir bir kosmik obyekt barədə məlumat vermək istəyirəm. Siri Ay Atlas. Bütün dünya, NASA, astronomlar hazırda bu cismi izləyir, amma hələ də onun tam mənşəyini və xüsusiyyətlərini aydınlaşdıra bilməyiblər. Yəqin ki, bununla bağlı məlumat çıxıb qarşınıza. Çıxmayanlar üçün deyim ki, Siri Ay Atlas bu ilin iyul ayında Atlas teleskopu tərəfindən kəşf edilib. Bu obyekt Günəş sistemimizə başqa bir ulduz sistemindən daxil olub. Sözgedən obyekt Günəşin cazibəsinə tabe olmayan bir trayektoriya ilə yer kürəsinə doğru hərəkət edir. Burada qardaş əfsuslar olsun ki, Anar bəy fizikaya zidd olan məlumatları bildirir. Günəşin gravitasiyasına tabe olmayan deməklə NASA'nın verdiyi bütün açıqlamalara qarşı çıxır. Burada istifadə olunan şəkil ümumiyyətlə süni intellekt tərəfindən yaradılmış bir şəkildir və NASA heç bir zaman bu cür burada Anar bəyin dediyi sözləri təbii ki də bildirməyib. 3 ay adlı sadəcə olaraq bir kometdir. Bəli, interstellar bir obyektdir. Yəni ki, bizim Günəş sistemimizin kənarından daxil olan bir səma cismidir və bu səma cismi aktiv şəkildə Günəşin yanından keçir və dekabr ayında yer kürəsinin yanından təqribən 260 milyon kilometr məsafədə keçəcək. Qorxacaq bir şey yoxdur. Sadəcə olaraq üzü Marsa gedəcək, oradan sonra Yupiter. Bəxti gətirsə Plutona qədər gedə bilər. Çünki Yupiterin ən azından gravitasiyası onu özünə çəkməyə qədər məncə yetərlidir. Hər bir halda bu cür belə qorxudacaq, kənar sivilizasiyalar, yad planetlər və s. kimi insanları qorxudacaq məlumatları xahiş edirəm yaymayın. Anar bəy sadəcə olaraq məsləhətim olardı ki, rəsmi NASA'nın verdiyi açıqlamalara əsaslansın və onları sadəcə olaraq insanlara çatdırsın. Hörmətlə, Space.